Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Değerli dinleyiciler, sizi Araz News radyosunun gündem verilişinde hoş gördük. Bugün 21 Fevriye 2 İsfend Dünya Ana Dili Günüdür. Ana dili her bir insanın öz hüviyetini tanıması ve toplumsal birlik yaratması için en güçlü silahdır. Ancak tarihten bildiğimiz kimi istimarçı düşünceler her zaman ilk önce bir milletin dilini nişan alıblar. Çünkü dili esir olan milletin zihni de esir olar. Bugünkü verilişimizde İranda Türk dilinin özellikle Azerbaycan Türkçesinin üzleştiği daxili istimar vəziyyəti göz önüne serilir. Milyonlarla insanın danıştığı bir dilin niye hələ də mədrəsələrdə yeri yoxdur? Niye uşaqlarımız öz duygularının dilində elm öğrenmeye həsrət qalıblar? Ve bu dilsiz bırakılmak projesi bizim gələcək nəsillərin özgüvəninə və zehniyyətinə nə kimi zərbələr vurur? Biz bugün istimardan kurtulmağın yolundan, yani ana dilinde təhsil hakkından danışırıq. Azerbaycan xalqının bu yolda ettiği mədəni direniş ve öz kimliyini korumak için apardığı mübarizə bugünün en önemli bəhsidir. Ana dili təkcə bir irtibat vasitəsi deyil, bəlkə içində kültür, gələnəklər, mahnılar, şeir və tarixi yerləşdirən bir qabdır. O, insanın şəxsi hüviyyətini ortaya çıxardan və onu camiənin hüviyyetinə bağlayan və ya ondan ayıran bir aracdır. Elə buna görə də bir camiə iç və dış xətərləri ilə üzləşəndə xalq arasında birlik yaratmaq üçün dil vasitəsindən istifadə edir. İstimar altında olan xalqlar istimarçılarla mübarizə aparanda hər zaman öz yerli dil, kültür və tarixlərini yaşatmağa çalışıblar. Bununla da istimara qarşı direniş ruhunu gələcək nəsillərə daşımaq istəyiblər. Elə buna görə də istimarçı ağalar öz dillərini zorla təhmil edirdilər ki, istimar olunanların yerli dili və ədəbiyyatını boğsunlar. Hakim bir dilin başqa dillərə danışanlara təhmil olunması umumən dil emperyalizmi adlandırılır. Dilin fərhəng, məfkurələr və hüviyyətlərlə yaxın əlaqəsi olduğuna görə insanın üzərində ana dilindən başqa bir dilin hakim olması onun zehninə və dünya görüşünə təsir qoyar. Buna istimar zehniyyəti deyilir. İstimar zehniyyətinin iki anlamı var. Biri, istimarçı dövlətin öz zülmünü haqlı göstərmək üçün xalqa təhmil etdiyi düşüncədir. İkincisi isə insanları üstün və aşağı qruplara bölən zalim bir zehniyyətin yaranmasıdır. İstimar dövründə istimarçılar öz dillərini yerli xalqlara təhmil edib, çox vaxt onları öz ana dillərində danışmaqdan məhrum edirdilər ya da yerli dilləri alçaldırdılar. İstimarın en büyük projələrindən biri yerli kimlikləri, tarixləri və kültürləri dəyərsiz etmək ya da yox etməkdir. Və bunun yerinə istimarçıların dilinə və fərhənginə dəyər verən təhsil və sosial sistemləri yaratmaq idi. İstimar prosesinin en önemli hissələri yerli xalqları öz dili və fərhəngindən məhrum etmək və keçmişdə istimar olunmuş yerlərin təbii sərvətlərini talamaq idi. Dövlətlərin fiziki işğalına işarə edən istimar günəşi batsa da, emperyalizmin dəyişilmiş forması olan dil emperyalizmi hələ də müxtəlif ölkələrdə böyük kütlələrin üzərində özünü göstərir. İstimardan qurtulmanın öz başlanğıc nöqtəsini istimarın tarixi mirasından alır və umumən istimardan sonraki milli məsələlərə yönəlir. Rəsmi olaraq istimar olunan ölkələr bir yana, tarix boyu istimar təzyiqlərini yaşamış ölkələrdə də istimardan qurtulmaq üçün edilən çalışmalar çox önəmlidir. Adətən istimardan qurtulma məsələsi rəsmi olaraq istimar altında olan ölkələr üçün danışılsa da, rəsmi istimar görməyən ölkələrdə bu çətinliklərlə üzləşiblər. Əski istimar ölkələrinin müstəqillik qazanması ilə rəsmi istimarın aradan getməsindən sonra, yəni istimarçı siyasətlər dünyada nabərabər güc quruluşunu saxlayan istimar miraslarını qorumağa davam edib. Buna diqqət etməliyik ki, son 100 ilin dövlət-millət yaratma prosesində bir çox ölkə xarici güclər tərəfindən istimar olunmasa da, bir çox millətli ölkələrdə azınlığın və ya əqəlliyyətin hakimiyyəti daxili istimarın yaranmasına səbəb oldu.
İstemardan qurtulmağı başa düşmək üçün istemarın prosesləri və təsirlərindən başlamaq lazımdır. İstemar yerli xalqı xarici güclərə tabe edən hüquqi, nizami və siyasi rabitələr və proseslərdir. İstemar elə bir təcrübədir ki, orada yerli adam öz ölkəsində özünü nüqsanlı, əskik və ya yad bir adam kimi görməyə məcbur olur. Hakim əqəlliyyətin xeyrinə yerli dilləri kökdən qazmaq ya da qadağan etmək daxili istemarın ən önəmli formalarından biridir. İstemardan qurtulma yerli cəmiyyənin xeyrinə olan bir yanaşmadır və istemarçıların əlindən alınanları geri qaytarmağı əhatə edir. İkinci Dünya Müharibəsindən sonra bir mübarizə başladı ki, məqsədi istemar olunmuş fərhənglər və dillərin üstündən ləkəni silmək və istemarçının üstünlüyünü sorğulamaq idi. Bu mübarizənin əsli meydanlarından biri ümumən istemar dövründə qurulan və istemar modelləri əsasında şəkillənən təhsil sistemi idi. Bu sistem bu günə qədər də az-çox istemarçı dil və fərhəng siyasətlərini icra etməyə davam edir və buna görə də istemar təfəkkürünün davamlı olmasında böyük rolu var. İstemarçı təhsil sistemi istemarçı dilini güclü bir yerdə saxlamaqda mühüm rol oynayır. Çünki öz mahiyyətinə görə müxtəlif yollarla istemarçı dövlətlərin siyasi, iqtisadi və fərhəngi hədəflərini təqib edir. İstemarçı güclər fəal şəkildə öz ehtiyaclarına uyğun hazırlanmış dil quruluşu və təhsil sistemlərini işə salırlar. Onlar daha çox hakim təbəqənin əxlaqi anlayışlarını istemar olunanlara yetirmək və öz iqtisadi işləri üçün ucuz və asan bir işçi qüvvəsi yaratmağa maraqlıdırlar. İstemardan qurtulmağın başqa bir hədəfi milli və qalarcı gəlişməsi ya tövsiyədir. Hər bir ölkədə milli və ya qalarcı gəlişmə başqa bütün qaynaqları hərəkətə gətirən insan sərmayəsinin gəlişməsinə bağlıdır. İnsan qaynaqlarının gəlişməsinin açarı təhsildir. UNESCO-nun raporları və oxşar araşdırmalar bu həqiqəti sübut edib ki, keyfiyyətli təhsilin açarı ana dilində təhsil sistemidir. İstemardan sonraki cəmiyyələrdə ana dili istemardan qurtulmağın əsli sütunlarından biri sayılır. Ana dilində təhsil yardım edir ki, istemar olunmuş cəmiyyənin adamları daha tez və uğurlu şəkildə özlüklərinə qayıtsınlar. Şəxsi, fikri, mədəni və ticari böyümə, irtibat məharətləri qazanmaq, güclü ailə bağları, özgüvən ya etimad benəfs, özünü tanıma və qürur hissi ana dilində təhsilin və onun ardınca istemardan qurtulmağın gözə çarpan təsirlərindəndir. İranda türk dilinin, xüsusilə də Azərbaycan türkçəsinin vəziyyəti daxili dil istemarı adlandıra biləcəyimiz məsələnin aydın bir nümunəsidir. Milyonlarla vətəndaşın türkçə danışdığı bir ölkədə bu dil nəinki rəsmi təhsil sistemində heç bir yerə sahib deyil, bəlkə də əməldə təhsil, idarə və media və ya rəsanə quruluşunda ən ibtidai dil haqlarından məhrumdur. Bu siyasətin nəticəsi türk uşaqlarının ana dilində təhsildən məhrum qalması və mədrəsənin elə ilk illərindən başlayaraq eğitimdə boşluq yaradan fars dili mehvərli, tək dilli bir sistemin onlara təhmin edilməsidir. İranın mədrəsələrində türk uşağı elmi anlayışları öyrənmədən qabaq məcbur olur rəsmi dillə uyğunlaşsın. Bir dil ki, onun evinin, hisslərinin və hüviyyətinin dili deyil. Bu vəziyyət təhsildə gerilməyə və özgüvənin azalmasına səbəb olub və özü ilə belə bir təhlükəli mesaj daşıyır. Sənin dilin elm, pişrəft və rəsmiyyəti tanınmaq üçün yetərli deyil. Belə bir mesaj düz elə istemar zehniyyəti yaradan mekanizmanın özüdür. Elə bir zehniyyət ki, şəxsləri öz hüviyyətinə qarşı şək, şübhə hissinə salır və hakim dilə qarşı bir üstünlük hissi yaradır. Ölkə mediası və dövlətin rəsmi sistemi 100 ilə yaxındır ki, türkləri və türk dilini əmdi olaraq təhqir edir və bu düşüncənin toplum arasında yerləşməsinə yardım edir. Qovmiyyəti coşlardan tutmuş türk kültür və tarix xadimlərinin sistematik şəkildə İranın rəsmi tarixindən silinməsinə qədər hamısı bir assimilasyon projesi altında davam edir. Bu proje İranı tək səsli, tək dilli və tək hüviyyətli göstərməyə çalışır.
Halbuki toplumun gerçəyi onun çox səsli və çox dilli olmasıdır. Bu siyasətlər son bir əsrdə fars dilinin üstünlüyü və başqa dilləri bir bucağa sıxışdırmaq əsasında formalaşan dövlət-millət yaratma prosesinin bir parçasıdır. Belə bir çərçivədə Türk dili Fars hökuməti tərəfindən yaradılan Hoviyyət-i Milli tezinə qarşı bir təhlükə kimi hesab olunur. Bütün bu baskı siyasətlərinə baxmayaraq, Azərbaycanda və başqa Türk bölgələrindəki hərəkətlilik göstərir ki, Türk dili hələ də canlı, fəal və dirənməkdədir. Mədəni fəaliyyətlərin genişlənməsi, digital içərik, musiqi və ədəbiyyatın yaranması və ana dilində təhsil haqlarının tələb edilməsi aşağıdan yuxarıya doğru gedən bir istemardan qurtulma prosesinin aydın nişanələridir. Hörmətli dinləyicilər, gündəm verilişinin sonuna gəldik. Bu gün danışıqlarımız təkcə bir siyasi ya toplumsal bəhs deyildi. Bu bizim varlığımızın, yəni ana dilimizin səsidir. Yadda saxlamalıyıq, bir millətin torpağı işğal olunsa, onu geri almaq mümkündür. Amma əgər bir millətin dili və düşüncəsi əsir olsa, o millət kökündən quruya bilər. Bizim ana dilimiz bizim yıxılmayan qalamızdır. Bugün Azərbaycanın hər bir evində, hər bir küçəsində, hər bir xiyabanında və hər bir yazısında yaşayan türkcə əslində bir mədəni dirənişin nişanəsidir. Ana dilində təhsil təkcə bir istək deyil, bəlkə bizim doğal və insani haqqımızdır. Bu haqqı tələb etmək, istimar zehniyyətini sındırmaq və öz keçmişimizə və gələcəyimizə sahib çıxmaqdır. Umud edirik ki, çox yaxın gələcəkdə uşaqlarımız öz doğma dillərində əlifba oxuyub, öz kimliklərindən qürur duyaraq bilim dünyasına addım atsınlar. Dilimiz varlığımızdır. Varlığımız əbədi olsun.